Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Doğrusunu desəm, mən yadda qalan yüzlərlə təbii ki hal vardır. Bir cavan bir xəstə pasient əməliyyat eləmişdi. Gəldi, ağrılarla falan anjosunu elədi, stentini taxdıq, ağır vəziyyətdə gəlmişdi. Əməliyyat boyu dəfələrlə pasient, həkim siz falan kəssiz deyə, siz falan kəssiz, falan yerdənsiz, falan kəsin övladısınız deyə dəfələrlə soruşurdu. Xəstəni bir şəkildə idarə edib əsas əməliyyata odaqlanmışdıq. Əməliyyatdan sonra hər şey uğurlu, yaxşı olandan sonra pasiyentə məlumat verdik falan. Bir daha dəqiqləşdirdi. Bəli, amma yəni nədir məsələ? Pasiyent bildirdi ki, onun adını məhz babası mənim atama görə o adı qoyub ona və o tanımır nə mənim atamı, nə məni, amma eşidib, bilib və təsadüfdən bu pasiyent gəlib məndə əməliyyat olunmuşdu. Bunu eşitmək insana bir fərqli duyğular, fərqli bir hisslər yaşadırdı və təbii ki, mənim üçün bir unudulmaz hallardan biri idi.